Herkese salam, kanalıma xoş gəlmisiniz. Sevilən müğənni Leyla Rəhimovanın oğlu Özcanın kiçik toyundan sosial şəbəkədə yepyeni görüntülər paylaşılıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Toyda bir çox tanınmış nümayəndələr iştirak edib. Çok sağ olun ki bizi bugün tek koymadınız. Teşekkür ederim. Elçin Bey, teşekkür ederim size. Gafar, çok sağ olun. Teşekkür ederim ve sözü desek Elçin Bey'e vereyim. Bence de gitmeyin. Artık bu andan itibaren eyleşen bütün qohumlar, doğmalar, əzizlər, hər kəsi meydana rəqsə dəvət edəcəyik. Bu səhnədə isə elə doğma səhnəsində doğmamızı görəcəyik. Çünki nəinki ifaçı olarak, o bir dost olarak, əziz olarak bugünün məsuliyyətini öz çillərdə daşıyın. Əzizimizin için Hüseyin eşidirik. Çok teşekkür ederim Gönül Hanım Muhtarova. Toy günü, şad günü, mübareydi mübarek. Adaslar hoş günüz, mübareydi mübarek. Toy günü, şad günü, mübareydi mübarek. Özcan Bey, toy günü, mübareydi mübarek. Красавицалар!
Şanlayın gözler, şanlayın Qarşınızda Şuşetli, Məftun, Səfərli, dəyərli musiqiçilərimizə çox təşəkkür edirik. Əziz qonaqlarımız, xanımlar və cənablar, axşamınız xeyir olsun. Əziz doğma insanlar, hər birinizi elə doğma ünvan, doğma məkanınızda salamlayır. Bu günümüzə gəlişiniz və Leylamızın özəl günündə, balasının xoş günündə iştirakını üçün hər birinizə minnətdarıq. Gələn ayaqlarınız var olsun. Biz az sonra Sadiq necəsən? Yaxşısan? Babək mənim yaxşı müəllimdir. Sən nə olacaqsın? Rəqqas olacaqsın, yoxsa xanəndə? Xanəndə olma, çiğnəyim sən. Ged ürəyim, sənin toyunda inşallah. Mən çağıra toyba, yaxşı. Öpürəm sən aşkım, ged. Ürəyim dibi, necəsən? Həmçə toylarda ürəyim. Güzelleşmişsem maşallah bir göz değmez. Ya ben yanımda yok. Sen o sence güzel oldun değil mi? Soyulmaz